Salam hörmətli dəyərli tələbələr. Bugün sizinlə birlikdə yeni bir mövzu üzərində daha qarşınızdayım. Bugünkü mövzu izahımız impuls və enerjinin saxlanma qanunları olacaq. Əslində impuls mövzusu, bu mövzu özlüyündə iki hissədən ibarətdir. Birinci hissədə impulsun saxlanma qanunudur. İkinci hissədə mexaniki enerji, enerjinin saxlanma qanunlarıdır. Hər ikisini bugün izah etməyəcəm. Sadəcə impuls və impulsun saxlanma qanununun birazcıq istər misallarla, istər belə deyim, sxemlərlə çox yaxşı təkrarlamanız üçün bugün çalışacağıq. Enerjinin saxlanma qanunlarında növbəti dərslərdə izah olunacaqdır. Elə isə vaxt itirmədən dərsimizə başlayaq. Impuls. Deməli, impuls cismin kütləsi ilə onun sürətinin hasilinə bərabər olan vektorial cəmriyyətdir. İmpuls əsasən fizikada deyilir ki, impuls özünü sürətə oxşadır. Yəni, sürət nə edirsə, impuls da onu edir. Sürət, məsəl üçün, nə edə bilər? Sürət, məsəl üçün, hər hansısa bir düz xətti bir trayektoriya üzərində, məsəl üçün, x-ox istiqamətinə gedə bilər. Buna deyir sürətin istiqaməti. Yaxşı, bəs impuls hansı istiqamətə gedəcək? Təbii ki, madəm ki, özünü sürətə oxşadır impuls, o zaman da özünü oxşatdığı kəmiyyətə, yəni özünü oxşatdığı kəmiyyətin hərəkətilə gedəcək, yəni P. Hətta bunu sizin üçün belə çəkim. Bunu da belə eləyim. Yəni P də bu istiqamətə gedəcək. Sonra sürət başqa harda xarakterizə olunur? Məsəl üçün, çevrə üzrə bərabər sürətdə hərəkətdə. Bir dənə bir çevrə çəkək. Çevrədə bilirik ki, sürətin qiyməti sabitdir, sadəcə istiqaməti dəyişir. İstiqamət isə gördüyünüz kimi belədir. Bu zaten çevrədən bildiyimiz bir şeydir, yəni fərqli bir şey yoxdur. Və həmçinin də bunun yanında deməli impuls da eyni istiqamətdə olacaqdır. İmpuls da yazım. Aha. Ondan sonra məncə bu iki örnək sizi impulsu anlamaz yetər. Yəni sürət necə, yəni düz xəttə bərabər sürətdə hərəkətdə impuls sürət necə hərəkət edirsə elə hərəkət eləyir. Təbii ki, çevrədə də. Yəni çevrədə də sürət istiqamətində hərəkət edir. Aha. Bu hissəni keçdik. Bu hissədən sonra gəlin impulsun vahidi ilə tanış olaq. Deməli, bura alım. P bərabərdir mv. O da bərabərdir. Kütlənin vahidi nədir? Kiloqram. Sürətin vahidi metr bölü saniyə. O zaman kiloqram vurulsun metr bölünsün saniyə. Bu qədər. Ondan sonra deməli impulsun vahidi kiloqram vur metr bölünsün saniyə. Bunu tapdıq. Yəni bunu fərqli cürdə izah edə bilərik. Necə izah edə bilərik? Məsəl üçün 1 metr bölü saniyə sürətlə hərəkət edən 1 kiloqram kütləli cismin impulsu beynəlxalq sistemdə impuls vahidi olaraq qəbul edilir. Yəni impuls bizim yeganə kəmiyyətlərimizdən biridir ki, ayrıca onu tanımlayan bir vahid yoxdur. Həmçinin bu impulsun sürətdən asılı olan deməli bu qrafiklərinə baxaq. Qrafiklərdə təbii ki, bir-birlərinə düz asılıdır. Təbii ki, kütlənin sabit qiymətində. Sonra məsəl üçün burada necə bir şey yaza bilərik? Buradan bu düstur əslində, bu düstur üstündə oynamaq istəyirəm. Bu düsturun bu hissəsinə buradan bu hissəsinə bir alfa bucağı yazarsam, o zaman m nəyə bərabər olur? M-i taparsaq buradan qarşıdakı katetin
bitişik xəttdə olan nisbəti, yəni P bölünsün V. O da bərabərdir nəyə? Tangens alfaya. Aha. Ondan sonra burada başqa nə deyə bilərik? Bu deyişdən sonra fərqli bir izah nöqtəsinə gələcəyik. Deməli, bu izah nöqtəsi özlüyündə iki hissədən ibarətdir. Təbii ki, düz xəttli bərabər sürətli və bərabər təcilli hərəkət. Bu bizim ilk dərsimiz olan düz xəttli bir ölçülü hərəkəti xarakterizə edən bir hərəkətdir və bununla yanaşı həmçinin impulsu da özündə saxlayan bir sistemdir. Həmçinin madəm ki buradan impulsun sürətdən asılı olan deməli qrafiklərinə baxdıq, biraz da impulsun kütlədən asılı olan bir qrafiklərinə baxaq. Təbii ki, yenə düzdür və yenə sürətin sabit qiymətində. Həmçinin buradan da eynən ölçülü olaraqdan bura bir alfa bucağı yazsaq, bu hissəyə çəkək, bura bir P deyək, bu hissəyə bura M deyək, üzr istəyirəm, bura M deyək. O zaman buradan alacağımız nəticə V bərabərdir. Deməli, yenə qarşıdakı qat edin, bitişik qat nisbəti, yəni P bölünsün M, o da bərabərdir. Deməli, tangens alfaya. Bunu silək, bizə narahatlıq yaratmasın. Okey, bu iki qrafikləri çəkdik. İndi gəlin bu qrafiklər üzərində birazcık işləyək. Məsəl üçün bizə sual düşə bilər. Bizə belə bir qrafik verə bilər. P-nin M-dən olan asılılığı. Bu birinci qrafikimiz, bu ikinci qrafikimiz olsun. Buna 1 yazaq, buna 2 yazaq. Hər ikisinin ölçüsü bu arada eynidir. Belə bir şərt qoyaq. Sual verə bilər ki, sürətləri müqayisə edin. V1 yəni V1 mi böyükdür, V2 mi böyükdür? Təbii ki, buradan biz nə dedik? Dedik ki, sürət hər zaman, daha doğrusu impuls sürəti xarakterizə edir. Və ya heç bunu da bilməsək, düsturdan görə bilərik ki, V bərabərdir. Deməli, P bölünsün M. Yəni, P'si böyük olanın V'si də böyükdür. Bunların vektorlarını yazaq. Yəni, P'yə ən yaxın olan hansıdır? 2. Deməli, V2 böyükdür V1-dən. Yəni, bu qədər sadə. Bu hissəni izah elədikdən sonra burada deməli, fərqli bir düstur əvəzləmələri deməli, aparmaq istəyirəm. Çünki yeni bir düstur indi alacağıq. Burada birinci bu impuls birinci başlığımızdır. İkinci başlığımızı impuls dəyişməsi eləyə bilərik. İkinci başlıq impuls dəyişməsi. Aha. İmpuls dəyişməsi deməli delta P bərabərdir P çıxılsın P0 vektorlarda öz yerində. Bunu necə təsəvvür eləyə bilərsiniz? Məsəl üçün bir nümunə üzərindən göstərim. Çünki belə sadə düstur üzərində anlamaq çətin olacaq. Məsəl üçün nümunə 1 deyək. Məsəl üçün 2 cisim var. 2 cisim deyəndə ki, məsələn bu cisimdir. M cismin elə bir cisim üçün yazaq. P0 gəldi. M burada da V. Yəni ilk sürəti V0 olsun, ikinci sürəti V olsun. Aha. İndi burada fərq nədir? Burada gördüyümüz sadəcə təbii ki, fərqli bir anlayışdan ötürü gəlir. Yəni əgər ki, iki cisim bir-birlərinə belə deyim də, yəni buna birinci cisim desək, məsəl üçün buna 1 desə, buna 2 desək, birinci vəziyyətdən yox, birinci vəziyyət budur, buna 1 deyək, bunu 2 deyək. Birinci vəziyyətdən ikinci vəziyyətə gəldiyi haldakı impuls dəyişmələrini müqayisə et deyə bilər. İmpuls dəyişməsini biz nə dedik? Delta P bərabərdir P çıxılsın P0. Aha, bunu yazdıq. Yaxşı, bəs impuls özlüyündə hansı düstur saxlayırdı? Biz nə dedik? P bərabərdir MV, düz deyilmi? Yaxşı, bundan üçün gətirib
eyni şey yazsaq, delta P vektor bərabərdir mv çıxılsın mv0. O da bərabərdir. Ortaq məxrəc nədir? M. M-i çıxartdım. Mörtəzə xaricinə V çıxılsın V0. Bu qədər bəsit. Görürsünüz, yeni bir düstur almış olduq buradan. Üzr istəyirəm. Deməli, bu düsturumuzu buradan almış olduq. Həmçinin buradan da yeni bir düstur almış olduq. Düsturları belə rəngləyim ki, sizin üçün daha asan olsun. Aha. Bunu da izah elədikdən sonra bəzi nüanslara keçmək istəyirəm. Bu bəzi nüanslara keçməmişdən öncə bir şeyi də xatırladım sizə. Bu daha çox deməli ağırlıq qüvvəsi ilə bağlı olan bir şeydir. Sərbəst düşmə anındakı cismin sürətini verə bilər sizə, maksimal qalxma hündürlüyü verə bilər. Bunları əsas bu ikisi verir. Ona görə də bu ikisinin düsturlarını hər ehtimala qarşı mən buraya yazım. Yadından çıxanlar da yadına salar. Sərbəst düşmə anındakı sərbəst düşmə anındakı sürət V bərabərdir kök altında 2JH. İkinci bir düstur, bu düstur da çox düşür. Ən çox bu iki düstur düşür. İkinci düstur da deməli maksimal deməli qalxma hündürlüyü. Maksimal qalxma hündürlüyü isə H maksimum bərabərdir V0 kvadratı bölünsün 2J. Özəlliklə məsələ daxilində olsun, yəni güvəndə olsun, topluluqda olsun, bu iki düstur sizin məsələ həllərinizdə çox istifadə olunur. Bunları da rəngləyək ki, bunları da unutmuşsunuzsa, həmçinin sizin üçün bir təkrar olar. Aha, bu hissəni də keçdik. O zaman əgər biz buradakı bu düsturumuzu aldıqsa, yəni bu düsturu əgər hardan gəldiyini bildiksə, o zaman bunu fərqli bir cür də yazma imkanımız var. Necə? Newton ikinci qanunu xatırlayırsınız. Newton ikinci qanunu üçün nə yaza bilərik? Buradan belə çəkim. F bərabərdir MA, düz deyilmi? Tamam. A bizdə təcildir, elə deyilmi? Təcil üçün nə yaza bilərəm? M vurulsun, V çıxılsın, V0 bölünsün T. Düzdürmü? Düzdür. Buradakı bu M-i hər tərəfə vursam, MV çıxılsın, MV0 bölünsün T. Mən bura bu delta T yazacağım. Çünki zaman bizim yeganə vahidlərimizdən biridir ki, həm T'nin sırf özü olsun, həm də delta T olsun, heç bir zaman kəmiyyət dəyişmir. Deməli, bu da bərabərdir. MV bizə nə verir? P-ni verir. MV0 nəyə verir? Başlanğıc impulsu verir. Delta T də öz yerində. Bu düstur mənə tanıdır. Gəlir axı, bu düsturu elə bir ki, az öncə gördük. Bu düsturu impuls dəyişməsində gördün. İmpuls dəyişməsi. Yəni, burada impuls dəyişməsinin düsturunu yazarsaq, o zaman buradan alınan düstur delta P bölünsün delta T. Və buradan da hara gəlirik? Deməli, F bərabərdir delta P böl delta T. Buradan delta P'ni tapsam, delta P bərabərdir F vursun delta T. Bu bizim fizikada deyəcəyimiz üzrə deməli hüvvə impulsudur. Bu impulsun bir ayrıca növüdür. Bir var impuls dəyişməsi. Bu da ki, özlüyündə olan impulsun fərqli bir növüdür. Buna məsəl üçün nə deyirlər? Məsəl üçün buna belə bir tərif də verirlər ki, cismin impuls dəyişməsi cisimə təsir edən həmin o deməli
o qüvvənin onun təsir müddətinə hasili. Nə? Deməli, nə deyilir? Deməli, qüvvə impulsu deyilir. Bu qüvvə impulsunda özel bir şey var ki, əgər siz burada nüans olaraq görürsünüzsə, nəyisə T-yə vuranda həmişə bizə verilən bir qrafik olsun, o qrafikdə fiqurun sahəsi tapılır. Burada da eyni vəziyyətdir. Əgər bizə, bunu belə çəkim, görəsiniz, biraz yaxınlaşdıraq. Deməli, əgər bizə F-in, deməli, delta T-dən asıllığını versə, belə bir fiqur versə bizə, məsələn, belə bir fiqur versə, bizdən soruşsa ki, impuls nəyə bərabərdir? Impuls təbii ki, buradakı sahəyə bərabərdir. Bura bir F0 yazaram, bura bir T0 yazaram. Yazaram ki, F0 böl T0 üzüstürüm. Deməli, delta P bərabərdir. F0 vur T0. Bu ifadə də bunun bir başqa növüdür. Biraz fərqli rəng götürək, maraqlı olsun. Bu qədər. Həmçinin burada rezi baxımdan bir dənə də bir qrafik var. Bunu da çəkim. Riyaziyyat hesablamaları birazcık fizikada insanı çətinləşdirir bu durumlarda. Ona görə də köməkçiliyək sizlərə. Məsəl üçün burada belə bir üçbucaq verilibdir. Bunun ucu deyək ki, burada birazcık pis çəkdim, amma düzəldim. Buradan belə bir üçbucaq veribdir məsəl üçün. Soruşa bilər ki, bu fiqurun sahəsi nədir? Bu fiqurun da burası rənglənibdir. Bu fiqurun sahəsi bura bir T0 desək, bura bir F0 desək, o zaman normal düz, deməli, üçbucaq hesablanması qaydası. Delta P bərabərdir. Deməli, düzbucaqlı üçbucağın sahə düsturu nə idi? Həmin o düsturu 2-də 1 vurursun. F0 var və T0'ımız var. Deməli, F0, T0. Bu qədər. Bəzən suallarda, deməli, bu tip suallar da verə bilər. 2 dənə belə bir, deməli, qrafik verə bilər. Həm bunu verə bilər, həm bunu verə bilər. Soruşa bilər ki, hansında impuls daha çoxdur? Əgər hər ikisində də qiymətdə eynidirsə, avtomatik siz bunu, yəni birinci qrafiki düzgün götürə bilərsiniz. Buna məsəl üçün buna 1 deyək, buna 1 deyək, buna 2 deyək. Əgər hər ikisində F0, T0 eyni qiymətə sahibdirsə, deməli buradakı birinci bu qrafik ikinci qrafikdən böyükdür. Çünki birinci qrafik gördüyünüz kimi zaten sahə düsturudur. Yəni F0 vursan T0, yəni sadə bir hesablamadır. Amma burada üçbucaq hesablama qaydasına görə həmin bu hadisənin yarısına bərabərdir. Aha, bu mövzu haqqında deməli təxmin edirəm, çox belə uzatmaya ehtiyac yoxdur. Sonra burada fərqli bəzi qeydlər ola bilər. Məsəl üçün, əgər biz ilk halda nəyə baxdıq? Burada ilk halda əgər deməli bir cisim n bərabərdir, deməli P bölünsün V istiqamətində gedərsə, yəni həm M kütləli, həm də V sürətli cisim, həm M, həm V istiqamətli cismə yaxınlaşırsa və ya bunu birinci hal kimi, bunu ikinci hal kimi, hər ikisi də düzgün qəbul edilir bu hallarda, deməli, impuls dəyişməsinin nəyə deməli bərabər olduğunu buradan bunu göstərdik. Bundan sonra artıq deməli bu düsturda əlavə olaraq verilə bilən bütün şeyləri də bizə aid elətdirəcəyik. Aha, indi deməli bu hissəni də yazdığımıza görə keçək həmin bu hərəkətin, yəni burada bu anlattığımız hərəkətin ikinci hissəsinə. Bu birinci hissəsidir, yəni bu nümunə 1 idi, bu nümunə 2-dir indi. Nümunə 2. Deməli, nümunə 2-də biz nə göstərə bilərik? Deməli, burada fərqli bir hissə olaraqdan, deməli, belə bir şey göstərə bilərik. Burada məsəl üçün bir divarımız var. Divardır. Məsəl üçün bir cismimiz gəlir bu tərəfə. Belə bu
Deməli, çəkdiyimiz bu dayağa yaxınlaşır. M kütləli cisimdir. Buradan dəyir və təzədən yuxarı doğru çıxır yuxarı. Bura M olsun, bura V olsun. Aha, bizdən sual verə bilər ki, burada bu halda, yəni cisim həmin bu dayağa dəyib geri qayıdarkən impuls dəyişməsi nəyə bərabərdir? İlk öncələ impuls dəyişməsinin üstünü yazın. Delta P bərabərdir P çıxılsın P0. Və buradan görürəm ki, sadəcə hər ikisinin istiqamətini yazsam əslində düzgün nəticə əlimizə gələcək. Baxın, delta P bərabərdir. İlk halda nədir? MV, düzdür? MV. İkinci halda nədir? MV0. Amma necə MV0? Baxın, fikir verin. MV0, mən bunu bir ox vasitəsilə çəksəm, məsəl üçün bu oxu da belə eləyək. Fərqləndirici bir rəng. Bura, məsəl üçün, bir ox çəksəm, X oxu istiqamətində. Görürük ki, kütləsi M, sürəti V olan cisim X oxu istiqamətində gedir. Amma kütləsi M, sürəti V0 olan cisim isə X oxun əksi istiqamətində gedir. O zaman mən bu həmin X oxu istiqamətində gedən cismə müsbət yazaram. X oxunun əksi istiqamətində gedən cismə isə mənfi yazıram. Yəni, bura bir dənə də mənfi MV0. O da bərabərdir. Təbii ki, toplanacaq. MV plus MV0. Ortaq məxrəc M-i çıxarsam, V plus V0. Yəni, burada çətin bir şey yoxdur. Əgər sizi belə bu suala çətinlik çəkdirirsə, deməli, normal düz bir dənə X oxu çəkərəkdən bu halları araşdıra bilərsiniz. Aha, deməli. Bundan sonra fərqli bir nüansı da deməli bir qeyd etmək istəyirəm. Bu nüansın əsasına fərqli insult yönləri ilə əsasən bu deməli göstərir və özünü təşkil eləyir. Bunu məsəl üçün əgər elə ola bilər ki, bu cisimlər fərqli istiqamətləndirilmiş hərəkətlərdə də ola bilər. Fərqli istiqamətləndirməmiş hərəkətləri də ola bilər. O zaman biz burada impulsun saxlanma qanunundan söz edəcəyik. Üçüncü başlığımız impulsun saxlanma qanunu. Bir saniyə. Deməli 3. Aha, impulsun saxlanma qanunu nədir? İlk öncəliklə biz impulsun saxlanma qanununun nə olduğunu sadəcə belə deməli hissə göstərək. Ondan sonra məsələlərlə bunu özləşdirək. Deməli, saxlanma qanunu özündə nə isə saxlayan və hər hansısa bir ahəngliyi təmin edən bir hissədar cəmiyyətdir. Bunu belə yadda saxlayın. İmpulsda nə var? İmpulsda biz nə öyrəndik? İmpulsda zaman var, sürət var. Bir də nə var? Həmin bu cismə təsir edən bu qüvvə var. Və əgər o qüvvənin bir tarazlıq şərti olarsa, o zaman Newtonun 3-cü qanunu təsir əks təsirə bərabərdir. O zaman mən bura F1 bərabərdir mənfi F2 yaza bilərəmmi? Bəli, çünki Newtonun 3-cü qanunu bunu yazmamıza imkan yaradır. Və bilirəm ki, F bərabərdir M-a olduğundan o zaman M1 A1 bərabərdir mənfi M2 A2-yə. Aha, bunu da yazdıq. Yaxşı, mən təcil də bilirəm ki, A bərabərdir V çıxsın, V0 bölünsün T. Düzdürmü? O zaman gətir bu düsturu da yerinə qoysam. M1 deməli vurulsun. V1 çıxsın, V0 1. Bir saniyə, üzr istəyirəm. Deməli, V1 çıxsın, V0 1 bölünsün T1 bərabərdir mənfi M2 vurulsun. V2 çıxsın, V02 bölünsün T2. Buradan bu T'lər ixtisar getsə, o zaman M1 V1 çıxılsın M2
Bir saniye, bir saniye, bir saniye. M1 V1 çıxılsın M2 yox. Deməli M1 V01 bərabərdir. M2 V2 çıxılsın M2 V02. Buradan hər iki tərəfi, ortaqları yıxsaq, yəni V02-ləri, V01-ləri və V-ləri eyni yerlərə yıxsaq, o zaman belə olacaq. M1 V01 üstəgəlsin M2 V02 bərabərdir. M1 V1 üstəgəlsin M2 V2-yə. Aha. Və biz buradan nə görürük? Biz buradan görürük ki, həmin bizim bu düsturumuz hansı düstura oxşardır? İmpulsun saxlama qanununa. Həmçində bu. Hər ikisi impulsun saxlama qanununa aid olan düsturdur. Demək ki, bu düsturu burada isbatladıq. Newtonun 3-cü deməli qanunu ilə həqiqətən də impulsun saxlanma qanununun impuls dəyişməsinə bərabər olmasını isbatladıq. Mən bu ifadə üçün delta P yaza bilərəmmi? Və bu hissə üçün də yenə delta P yaza bilərəmmi? Yaza bilərəm. Amma bu iki dənə oldu P. Hər iki tərəfdə P oldu. Yəni P P-yə bərabərdir. Bəs buradakı, burada olan vahidlə burada olan vahid arasında fərq nədir? İlk və sonrakı. Yəni bizim həm before, həm də after dediyimiz şey burada əslində özünü göstərir. Yəni P sonrakı bərabərdir P əvvəlki. Yəni bu qədər. Buradan da bu dəyişmən olar. Buradan da belə bir şey yaza bilərəm. Aha. İndi bu hissəni də yazdıqdan sonra deməli ayrı bir hissəyə keçid eləyək. Məsələn, biz burada nə deyə bilərik? Həmin bu yazdığımız düsturu gəlin ən yaxşısı bir halla izah eləyək. Bu halı fərqli bir hal olaraq baxaq. Nümunə 3 deyək buna. Bilmirəm nümunə neçə idi, səhv etmirəmsə 3 idi. Nümunə 3 deyək. Məsəl üçün bir cisim var. Bu cisim V1 sürəti ilə hərəkət edir. M kütləli cisimdir. Həmin bu cisim də deməli V2 sürəti ilə üz-üzə gəlirlər. Deməli V2 M kütləli cisimdir. Deməli hər ikisi bir-birlərinin ətrafı əvvəlində gəlirlər. Bu hala biz nə deyə bilərik? Əvvəlki hal deyə bilərik. Çünki düstur yazmadan öncə əvvəlcə necə imişlər? Əvvəlki hal. Yəni bunlar, bu iki cisim, həm bu cisim, həm bu cisim toqquşmazdan öncəki hala biz əvvəlki hal deyirik. Yəni deməli burada yazdığımız P əvvəlki halı kimi. Buradakı P əvvəlki, P sonraki. Əvvəlki halımız budur. Hər iki cisim toqquşmamışdan öncə. Sonrakı hala baxaq. Sonrakı halda artıq nə olacaq? Sonrakı halda bu iki cisim deməli toqquşmuş olacaq. Elə deyilmi? Aha. Bura M1, bura M2. Və bu cisimlər deməli toqquşduqları halda elə ola bilər ki, istiqamət verilməyə bilər. Məsəl üçün, bəzi suallarda olur ki, istiqamət elə də verir, belə də verir. Amma bu istisna haldır. Bu halda üz-üzə gələn cisimlərin əgər hesablama apardıq deyək ki, bunun istiqamətini necə tapacağıq? Əgər istiqaməti impulsun böyük olan, yəni M və V böyük olan istiqamətdə hesablanamırsa, aldığımız cavab mənfidirsə, cisimlər sola doğru, müsbətdirsə, cisimlər sağa doğru hərəkət edir. Yəni əgər burada bir qayda olaraq yazaq, mənfi qiymət alırıqsa, deməli istiqamət sola doğru. Yox, əgər deməli biz alınan cavab müsbətdirsə, deməli cavab
müsbətdirsə, bunu özünüzdə qeyd edin mütləq. Üzr istəyirəm. Buradan müsbətdirsə, deməli cisimlər sağa doğru yönələcək. Deməli, bunu belə yazdım. İstəsəniz videonu sürətləndirib baxa bilərsiniz. Sadəcə bunu özünüzdə mütləq qeyd eləyin ki, imtahanınız qalıb artıq. Yəni, hər öyrəndiyiniz şey sizin üçün önəmli bir fayda daşıyır. Aha, nümunə 3 üçün yazdıq ki, deməli, istiqamətin həmin bu tapdığımız impulsun deməli qiymətindən asılıdır. Yaxşı, bəs biz hansı düsturla hesablayacağıq bu halı deyə bilərsiniz. Gəlin, burada da fərqli bir hal var. Deməli, bu hal üçün deməli yenə yazırıq. Deməli, birinci cisim üçün yazaq. M1 V1 çıxılsın yenə, çünki üz-üzə gəlirlər. M2 V2. M2 V2. O da bərabərdir. Deməli, ikinci hala. Yəni buna. Biz nə demişdik? Özünüzü çaşdırmayın. P əvvəlki bərabərdir P sonrakına. Düzdürmü? Əvvəlki halı yazdıq. M1 V1 çıxılsın M2 V2. Düzdürmü? Düzdür. O nəyə bərabərdir? Əvvəlki hal sonrakı hala bərabərdir. Sonrakı halımız bizdə nədir? Bu iki cismin toqquşması halı. Yəni, deməli, bu cisimlərin V-sinin belə deyim də, tam bir qiyməti yoxdur. Yəni, tam istiqaməti olmadığı üçün kütlələri toplayırıq M1 plus M2. Sırf sürət bizə istiqaməti verdiyinə görə sürət vektorunu qeyd eləyirik. Və buradan bizim axtardığımız şey zaten sürətdir. Sürəti tapdığımız zaman M1 V1 çıxılsın M2 V2 bölünsün M1 plus M2. Bu da sizin bir başqa deməli önəmli düsturlarınızdan birisi. Belə eləyim, rahat görə bilərsiniz. Aha. Bu da özlüyündə bir yeni deməli bir qayda göstərir. Deməli, burada zənn eləyirəm ki, burada hər şeyi söylədik. Sadəcə bir şeyi də burada bir qeyd etmək istəyirəm. Burada impulsun çevrədəki halı. Biz burada hər şeyə toxunduq. Saxlama qanununa toxunduq. Deməli, bu qrafiklərdəki hallarına toxunduq. Bu toqquşmalarına, impuls dəyişmələrine toxunduq. Amma bir şeyə toxunmadıq. Çevrədə dedik ki, sürəti deməli, əks elətdirən impuls adlı bir kəmiyyətimiz varsa, bəs yaxşı, bu impuls kəmiyyəti çevrədə hansı göstəricilərə malikdir? Əlbəttə ki, V nəyə malikdirsə, o P də ona malikdir. Yəni, impuls ona malikdir. Buradan yazırıq çevrə üçün hərəkət. Deməli, maraqlı bir rəng seçək. Çünki çevrə mövzusu özlüyündə bir maraqlı bir mövzudur. Çevrə üzrə hərəkət. Aha, bir dənə bir çevrə çəkək. Deməli, bir çevrə çəkdik. Sürət vektorunu qoydum. Bura A deyək. Bu nöqtəyə deməli içərdən qoyaq ki, aləm qarışmasın. Bura C deyək. Burada D deyək. Sürət vektoru belə yönəlib. Deməli, bu buradan belə yönəlib. Buradan belə yönəlib. Bu V'dir, həmçinin P'dir. Dediyimiz kimi. Bunu da özüm yazıram ki, sizə yazasınız. Çünki təkrar eləmək bir şeyi daha da yaxşı öyrənməkdə kömək eləyir. Aha. İndi V üçün biz burada çevrənin hansı şərtdən yaza bilərik? İlk öncə burada hissələrə deməli göz nəzəri baxırıq. İlk hissəmiz nədir? Hətta mən bunları silim. Burada zaten yerimiz var. Bura B, bura C. Hətta bunu da silim. Bura C. Aha, çevrə hissələrincə bizə lazım olacaq. İlk öncə çevrədə hissələri hansından başlayırdı? Deməli, T bərabərdir. T bölünsün 4. Deməli, T bölünsün 4-də V nəyə bərabərdir? V bərabərdir V kök altda 2-yə. Niyə? Çünki bu, deməli,
90 dərəcə idi. Çevrənin 1/4 hissəsi idi. Bura R idi, bura R idi. Buradakı sürət vektoru deməli R kök altında 2 idi. Çünki buna görə. Və biz dedik ki, sürət deməli sürət də impuls bir-birinin elə bir ki, yaxınıdır. Yəni eyni şeyi verir. Yəni sürət nə verirsə, impuls da onu verir. Ona görə də çevrə üzərində həmçinin delta P də bərabər olacaq P kök altında 2-yə. Keçək ikinci hala. T bərabərdir. Deməli T bölünsün 2-də. T bölünsün 2-də V bərabərdir 2V, yəni ən sürətli halıdır və impulsunda ən böyük olduğu qiymət T bölünsün 2 olacaq. Gəldik, deməli T bərabərdir T-yə. Burada həm impulsun, həm sürətin ən kiçik olduğu haldır. Hər ikisi də sıfıra bərabər olduğu halda. Təbii ki, bu çevrə mövzusunda sizə məlumdur. Çevrə mövzusu haqqında bir anlayışınız yoxdursa, buradan başlaya bilərsiniz. 3T bölünsün 4, yəni 270 dərəcədə. Deməli, V yenə bu, deməli, bu T böl 4-ü əks elətdirir. V bərabərdir V kök altında 2. Həmçinin P də bərabərdir. Deməli, P kök altında 2-yə. Və sonuncusu, deməli, T bərabərdir T bölünsün 6-ya. V bərabərdir V-yə olur bu səfər və delta P də bərabərdir P-yə olur. Niyə deyə soruşsanız, bunu belə izah edeyim sizə. 60 dərəcə, deməli bunu da silim. 60 dərəcə, deməli, təxminən bu hissəyə düşür, bu hissəni çəkdim. Bura 60-dırsa, 3 bucağın, daxili bucaqların cəmi 180 dərəcə olduğunu bilək. Deməli, burada 60-dır. Bu hissə də 60-dır. 60, 60, 60. Yəni, bura R-dirsə, burada R-dir. Bu hissədən də belə 3 bucaq çəksək, həmçinin belə göstərim ki, bura R-dirsə, burada R-dir, burada R-dir, burada R-dir. Yəni, R, R, R. Yəni, həmçinin sürət vektoru da bura aiddir. Və son olaraqdan həmin bu, deməli, bu qüvvə impulsuna özəl olaraqdan biz nə dedik? Dedik ki, əgər bir şeyi zamana bölürkə, onun, deməli, törəməsini alırıq. Bu qədər. Deməli, uşaqlar, bugün impulsu izah eləməyə çalışdıq. İmpuls içərisində, belə deyim də, impuls hələ tam bitmiş deyil. Çünki bu mövzu 2 hissədən ibarətdir. İlk hissəsi impuls, impulsun saxlanma qanunu izah etdim. Gələn səfər ümid edirəm, deməli, mexaniki iş, enerjinin saxlanma qanunlarını izah edəcəm. Çünki bu hissə 2 hissədən ibarətdir. Birisi olmasa o birisi də olmur. Ona görə də gələn dəfəki mövzuya qədər ümid edirəm hər biriniz daima çalışaraq hazırlıqlı olasınız. Nəsə, hər hansısa bir mövzu izahında bir sualınız olarsa, şərh bölümlərindən mənə qeyd edə bilərsiniz. Əlimizdən gəldiyi qədər sizlərə köməklik etməyə çalışarıq. Özünüzə yaxşı baxın, hər birinizə uğurlar, sağ olun.